Ta qədimdən Azərbaycan odlar diyarı kimi məşhurdur. Bu da heç təsadüfi deyil. Bakının, Abşeronun dörd bir tərəfində neft və qaz çıxmaqla bərabər yanar ocaqlar da mövcud idi. Və elə tam qədim zamanlardan da insanlar bu oda sitayiş edər, odu müqəddəs bilərdilər. Od məbədi olan Atəşgah Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Atəşgah 17-ci, 18-ci əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir. Mərkəzi məbəd səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Xiləlilər Atəşgaha əvvəldən müqəddəs yer kimi baxmışlar. Atəşgahı atəşpərəslərin Məkkəsi də adlandırmışlar. Azərbaycan xalqı ta qədimdən odu müqəddəs bilib ona sitayiş etmişdir. Odun müqəddəsliyini sübut edən adətlər bugünə qədər də qorunub saxlanılır. Bayramlarda şam yandırmaq, tonqal qalayıb üstündən atlanmaq, yanar ocağa su atmamaq, toy günü bəylə gəlinin yanında şam qoymaq. Yazılı mənbələrə görə Zaqafqaziyada Abşeron bölgəsi və Xilə də zərdüştlüyün mərkəzi olduğundan burada oda sitayiş etmişlər. 19-cu əsrdən etibarən və daha sonralar ərəb, türk və fars mənbələri Bakını atəşpərəslərin yaşadığı, sönməyən odların yandığı yer, əbədi odlar diyarı adlandırmışlar. Və günümüzdə də Azərbaycan odlar yurdu, odlar diyarı kimi dünyaya tanınmaqdadır. Atəşgah məbədi bir zamanlar Atəşhun, sonralar Atəşkidə, günümüzdə Atəşgah adlanır və bütün dünyada da elə Atəşgah məbədi olaraq tanınır. Nəzərə alsaq ki, dünyada 200 mindən artıq Zərdüşt dininə sitayiş edən insan yaşayır və onların da çoxsu bu məbədə, ən çox da Novruz bayramında, 21 mart günündə gəlirlər, bəzi mərasimlərini burada qeyd edirlər, alova qurban vermə mərasimi məsəl üçün, öz dini ayinlərini həyata keçirirlər, ibadət edirlər. Onların da yəni, eyni İslamdakı kimi namaz kimi bir yəni, ibadətləri var, gündə 5 kərə ibadət edirlər. Müasir hindilər hinduizm dininin bəzi əlamətlərini zərdüştliklə birləşdirmişlər. 1863-cü ildə səyyah Kempfer Xilədə odların təsvirini vermiş, bu yeri yanan çöl adlandırmışdır. Kempfer xəbər verir. Qədim Fars tayfası nəslindən olan 2 nəfər gəlmə atəşpərəs hindilər bərpa etdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq əbədi tanrıya dua oxuyur. Yerdən çıxan alova baxaraq ona səcdə edirdilər. O sonra yazır. Əvvəllər buradan 500 metr aralarda bir vaxtlar bu alovun yandığı yan-yana 7 oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır. Kempferin təsvirinə əsasən həmin yerdə 17-ci əsrin sonundan və 18-ci əsrdə Xilə ibadətgahından Hind atəşpərəslərinin bərpa etdikləri hicrələrdən ibarət atəşgah xeyli əvvəl atəşpərəslərin 7 oyuqlu ibadətgahı olmuşdur. 2-ci əsrdən, demək 7-ci əsrə qədər, İslamın Azərbaycana gəlişinə qədər bu məbəd olmuşdur. Yəni burada zərdüştlər ibadət etmişdilər.
7-ci əsrdə İslam gəldikdən sonra Azərbaycana onlar Hindistana getmişlər. İndi də onların Hindistanda demək nəsilləri var, yaşayırlar. Ən çox onlar Hindistanın şimal bölgəsində, Gucaratda, daha dəqiq desək, Mumbai şəhərində məskunlaşmışdılar. Hindistanda yaşayan zərdüştlərə parslar deyirlər. Bir də hal-hazırda ən çox hissə İran ərazisində yaşayır. İranda yaşayan zərdüşt dininə sitayiş edənlərə isə Qəbirlər tayfası deyirlər. Atəşgahın ikinci həyatı artıq başlayır 17-ci əsrdə. Azərbaycan ərazisindən Böyük İpək yolu keçirdi və Azərbaycan bir çox şərq ölkələri ilə ticarət əlaqələrinə, iqtisadi əlaqələrə malikdir. O cümlədən də Hindistanla. İlk növbədə Hindistandan Azərbaycana tacirlər gəlir. Tacirlər gəlib burada sönməyən alovları görürlər və öz ölkələrində bu barədə danışmışdılar. Daha sonra həmin o tacirlərdən sonra Atəşgah məbədinə parslar gəlməyə başlayır və parslar gəlib bura maddi yardım edirlər, pul yardımı edirlər və onların pulu hesabına, maliyyə vəsaitləri hesabına yerli ustalar tərəfindən məbəd yenidən inşa olunur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Suraxanı məbədi kerosin zavoduna çevrildi. Günbəzdəki od isə söndürüldü. Yalnız 1970-ci illərin əvvəllərində Indira Gandhi müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra məbədin ərazisi təmizləndi, tikili təmir edildi və yerdən daima çıxan qaz alovlandırıldı, əbədi məşələ çevrildi. Demək olar ki, Bakıya gələn məşhur səyyahlar, alimlər, dövlət xadimləri hər zaman Xilədəki Atəşgah məbədi ilə maraqlanmış və bu yeri görməyə gəlmişlər. Bugün də Atəşgah dünyanın səyyahlarının və alimlərinin ziyarət etmək istədikləri müqəddəs yerdir. Hindistan prezidenti Indira Gandhi Atəşgahı ziyarət etmiş. Norveçin görkəmli səyyahı, tarixçisi, yazıçısı, dünyanı qarış-qarış gəzmiş Tur Heyerdal dəfələrlə Atəşgahda olmuş. Buranın qədimliyi və müqəddəsliyini qeyd edərək, yenə Azərbaycana gəlsəydim, bu canlı tarixi təkrar-təkrar görmək istərdim demişdir. Atəşgah karvan yolunun üzərində yerləşdiyindən buradan keçən karvanlardakı tacirlər ayaq saxlayar, gördüyünüz hücrələrdə dincələrdilər. Aralarında atəşpərəs vardısa, bu atəşlərdə ayinlərini yerinə yetirər, oda sitayiş edərdilər. Hər insan 3 prinsipə əməl etməlidir. Yaxşı sözlər, yaxşı fikirlər və yaxşı əməllər. Bu prinsiplərə sadiq qalan zərdüştlər dördlük təşkil edən ünsürləri, su, od, hava və torpağı pak və müqəddəs sayırdılar. Onlar atəşi daha artıq ehtirama layiq görüb, onu nur və işıqlıq simvolu, ilahi məlaküt nişanəsi, nurun və işıqlığın xaliqi olan Ahura Mazda'nın rəmzi hesab edirdilər. Əfsanəyə görə burada peyda olan ilk zərdüştlər çox gözəl idi. Hündür, alagöz, sarışın. Onlar müdrikliyin hökmdarı olan Ahura Mazda'ya sitayiş edirdilər və ölümdən sonra ruhun vicdanla görüşünə inanırdılar. Atəşpərəslər oda sitayişi saatlarla, bəzənsə aylarla odun kənarında durmaqla həyata keçirirdilər. Ayaqlarını qatlayıb bardaş quran zahid, ocağa baxaraq həm özünün tərki dünya həyatını yaşayır, həm də ibadət edirdi. Bundan başqa oda sitayiş edənlər əmin idilər ki, bədənlərinə əziyyət verməklə günahlarından qurtulurlar. Onlar özlərinə əzab verməyi sevirdilər. Cəza vermə müxtəlif idi. Kimi həsirdə bir tərəfi üstündə günlərlə uzanıb bədənini keyidir. Kimisi isti əhəngdə yataraq yüksək temperaturda bədənini yandırır. Başqa birisi ölənədək 30 kiloqram ağırlığında zəncir daşıyırdı. Daha bir eksponatda zahid uzun müddət boyunca uzanaraq sağ əlini arxaya atır. Bir müddətdən sonra bədəndə qan dövranı dayanır və insanın bədəni bütünlükdə iflic olur. Atəşpərəslər ruhun başqa bədənə köçməyinə inanırdı
və bu məbəddə günahların yulması bu cür əzablı yolla seçilmişdi. Atəşgahda ibadət edənlər vegetarian olmuşlar. Əsas qidaları da düyü, meyvə və tərəvəzidir. Ona görə zərdüştlüyə sitayiş edənlər oda, meyvələri qurban verməyə üstünlük verirdilər. Armud və şaftalı isə onlarda müqəddəs sayılırdı. Məni çox maraqlandırır. Bu hücrələrdən birinə girib baxmaq istəyirəm. Bilirəm ki, sizlərə də maraqlı olacaq. Kiçik bir otaqdır. Gördüyünüz kimi kameramanım göstərsin. Burada ocaq yerləri var. Burada gecələyən tacir oda sitayiş edə bilərdi. Və bir tərəfdə də təbii ki, dincəlmək yeri olmuşdur. Atəşgah 1964-cü ildən 2008-ci ilə qədər muzey kimi fəaliyyət göstərib. 2008-ci ildən isə dövlət tarixi və memarlıq abidəsi kimi fəaliyyətdədir və buradakı bütün hücrələrdə məbədin keçmişini əks etdirən eksponatlar, ekspozisiyalar yerləşir. Və məbədə gələn qonaq, turist məbədin keçmişi haqqında yetərincə məlumat toplaya bilir. Burada gördüyünüz kiçik hücrələrlə bərabər böyük hücrələr də var ki, bu hücrələrdə ancaq keçmiş əsrlərdə varlı tacirlər, varlı insanlar qala bilərdilər. Bəzi hallarda otaq böyük olduğundan, həm də qaldıqları müddətdə büdcələrinə zərər gəlməsin deyə atəşpərəstlər heyvanları ilə bir otaqda gecələyirdilər. Bu onların ürəyincə olmasa da, uzun müddət burada qalmaqları naminə başqa çarələri yoxdur. Hind atəşpərəstlərinin ayın zamanı oxuduqları duaları gələn qonaqlar səsli olaraq bu hücrədə eşidə bilirlər. Son hücrələrdə eksponatlar müasir üslubda işlənib hazırlanmışdır. Keçmişlə bugünün vəhdəti daha da çəkici olmuş, hər iki zamanı özündə birləşdirmişdir. Atəşgah müqəddəs məbəddir. Bu müqəddəs məbəd və burada alovlanan əbədi atəş əsrlərin tarixini özündə qoruyub saxlayır. Kim bilir, hələ neçə səyyah, Odlar diyarının sirrini, tarixini öyrənmək istəyən neçə insan bu odun işığına gələcək. Bu alovun ətrafında birləşəcəkdir. Daha bir proqramımız sona çatdı. Bakının Əmircan qəsəbəsindən Can Azərbaycan dedik. Gələcək həftə yenə də bizi gözləyin. Sağlıqla qalın.